Ferrari İtalyanın en məşhur lüks idman avtomobillərini istehsal edən istehsalçılardan biridir. Enzo Ferrari 1939-cu ildə Ferrari markasını qurmuşdu. İlk dəfə 1947-ci ildə Ferrari adı altında avtomobil istehsalına başlandı. Şirkət Formula 1 yarışlarında qazandığı uğurlarla da tanınır. Ferrari avtomobilləri yüksək performans, gözəl dizayn və əl işçiliyi ilə fərqlənir. 488, F8 Tributo, Roma, 812 Superfast, LeFerrari kimi modellər Ferrari'nin prestijini təmsil edən əsas avtomobillərdir. Ferrari'nin rəngləri olan qırmızı və sarı markanın enerjisini, gücünü və İtalyan estetikasını təmsil edir. Şirkət Ferrari Challenge və Formula 1-dəki uzun müddətli mübarizələri ilə tanınır. Ferrari loqosunun mənası zəngin bir tarixə dayanır. Loqoda qara rəngdə tullanmış at təsviri yer alır. Bu at 1-ci Dünya müharibəsi dövründə məşhur İtalyan pilotu Francesco Bracca tərəfindən istifadə olunurdu. Bracca'nın valideynləri ilə tanış olan Enzo Ferrari onların tövsiyəsi ilə bu simvol avtomobillərinin emblemi olaraq qəbul etdi. Loqonun sarı fonu Enzo Ferrari'nin doğulduğu Modena şəhərinin rəngini təmsil edir. Üst hissədəki yaşıl, ağ və qırmızı zolaqlar isə İtaliya bayrağının rəngləridir. Bu da markanın İtalyan mənşəyini